təbiətdə vaxt, zaman keçirmək elə qışın bu dövründə, bu zamanda çox aktualdır. Nəyə görə? Çünki ov mövsümüdür. Ən azından Azərbaycanda deyə bilərik ki, fevral ayının 1-nədək ov mövsümü davam edir və studiyamızda da əyani vəsaitləri görürsünüz. Bir sözlə Səhər Çağı kollektivi ova getməyə hazırdır. Göstər Əziz Araz, göstər. Bəli, Səbinə dedi göstər. Bəli. Bu tüfəngimiz, daha sonra ümumi burada planda gördüyünüz göstərir. bütün bu ləvazimatlar, avadanlıqlar hər biri ovda lazım olan əşyalardır. Çadırlarımız da var. Bəli. Belə masalarımız, soyuğa mizimiz də davamlıdır, var. çox istidir, termaldır. Burada isə digər mövsümdə istifadə edə biləcəyiniz, digər mövsümlərdə istifadə edə biləcəyiniz çadırlar var. Nəyə görə biz bu mövzuya toxunmuşuq? Elə az öncə də qeyd etdiyim kimi, çünki ov mövsümünün bitməyinə sayılı günlər qalıb. Ona görə də dedik ki, bəlkə siz də hazırlıq etmişsiniz və ova yollanacaqsınızsa, sizə çatdırmaq istədiyimiz dəyərli məlumatlar var. Təbii ki, qonağımız vasitəsilə. Mən məmnuniyyətlə gedərdim, əziz tamaşaçılarımız. Bax, gördüyünüz bu avadanlıqların. Getmişsən də Şadova? Getmişəm, bəli, getmişəm. Sadəcə olaraq getmişəm, müşahidəçi kimi. Müşahidəçi kimi getmişəm. Çox da xoşuma gəlib. İndi də bax, gedərdim. Bax, bütün bu ləvazimatlarla təbiətin qoynunda olmaq çox xoşuma gəlir. Bunu əvəzləyərdim, o məşhur bir çizgi filmi var. Orada deyir, fotosilah. Yəni, həm bir növ silahdır, amma silah deyil. Amma foto aparat qurğu var üzərində. Nəsə, mən çox böyük məmnuniyyətlə gedərdim və orada yadda qalan çox rəsimlər çəkərdim. Amma biz istəyirik ki, əsil ovçudan danışaq bugün. Əsil ovçu qaydaları necə olmalıdır? Ovda hansı qızıl qaydalar var ki, mütləq və mütləq təbiətə ziyan vermədən, flora və faunaya ziyan vermədən ovlayıb quş-quşlayasan. Bu haqda ətraflı məlumat alacaq özdə mütəxəssisdən. Azərbaycan Təbiət və Ov Turizmi Assosiasiyasının icraçı direktoru Cavid Cavadova dəvət edirik. Cavid bəy, xoş gəlmişsiniz. Sabahınız xeyir olsun. Və onu da qeyd edim ki, əziz dostlar, Cavid bəylə ovçuluq barədə danışdıqdan sonra biz kamplardan da danışacağıq. Yəni, bu da digər bir mövzumuzdur. Az sonra bu barədə mütləq söhbətimiz başlayacaq. Xoş gəlmişsiniz, Cavid bəy. Çox şadam sizi görməyə, sabahınız xeyir olsun. Necəsiniz? Yaxşı, əla, sizi gördük daha yaxşı oldu. Sağ olun, çox sağ olun. Bu studiyamıza bu ov havasını yaratmışıq. Məncə sizin əhval-ruhiyyənizə də dəlalət edir. Əlbəttə, mütləq. Ov havası varsa, çadır varsa, artıq istərsiniz digər adam köklənir bir növ. Bəli, tam olaraq köklənirik təbiətə. Bəli, mən təqdimatda söylədim. Çox əfsuslar olsun ki, bütün dünyada bu var. Yəni, ov mövsümündən əlavə brakonyerlər deyirlər də. Heyvanları ovlayırlar. Çox təəssüf. Yəni, nəsli kəsilməkdə olan heyvanlar da var bir sıra ölkələrdə. Ümumiyyətlə, brakonyerlərlə əsil ovçunun fərqini istərdim ki, bir neçə kəlmə ilə bizə anlatardınız. Çox gözəl və yerinə düşən bir sualdır. Çünki adətən ovçu olmayan vətəndaşlarımız ovçu adı səslənəndə avtomatik olaraq gözlərinin qarşısında brakonyer canlandırırlar. Amma bu əsla belə deyil. Yəni, bu mədəni ovçu deyilən bir termin var. Mədəni ovçu tam başqadır, brakonyer isə tam başqadır. Brakonyer qanunlara riayət etməyən, qırmızı kitaba düşmüş quşların və ya heyvanların ovlanmasının qaydasına riayət etməyən, ov mövsümünə riayət etməyən brakonyer sayılır, ona ovçu da deyilmir və limitlərə riayət etmir. Bunlar brakonyerdir. Ovçular isə bütün dünyada bu sistem var. Əslində ovçular təbiətə lazımdır. Nə üçün? Ovçular qanuni ov edir, limitlərə riayət edir, mövsümə riayət edir və ekosistemi qorumaq. Məsələn, qısa bir misal çəkim. Məsələn, biz dəfələrlə deyirik ki, Azərbaycanda çaqqal ovu mütləq olmalıdır, tülkü ovu mütləq olmalıdır. Biraz o heyvansevərlər deyirlər ki, tülkü elə gözəldir, niyə onu vurursunuz? Amma tülkü, çaqqal ovlanmadıqca təbiətdə qırqovlun sayı azalır, turac quşunun sayı azalır, dovşanın sayı azalır. Çünki bu vəhşi heyvanların balansı pozulanda artıq digər vəhşi olmayan heyvanların balalarını yeyir və nəslini tükətir. Ona görə bu balansı saxlamaq üçün ovçu mütləq lazımdır. Amma qanuni ovçu. Çox sağ olun. Ətraflı cavaba görə çox sağ olun. Və ov mövsümü haçan başladı? Ov mövsümü normalda Azərbaycanda oktyabrın 1-dən fevralın 26-sına qədər. Mən az öncə fevralın 1-i dedim, səhv dedim. Yox, düz demişsiniz. Bu dəfə 1-idir. Normalda fevralın 26-sına idi. Ötən il Azərbaycanın COP29 tədbiri oldu. Ov mövsümü fərqli tarixdə başladı. Bu il isə COP tədbiri yoxdur, amma Ekoloji Təbii Sərvətlər Nazirliyi ovun
vaxtında biraz dəyişiklik elədi. İlk növbədə dekabrın 1-nə qədər açılmışdı. Dekabrın 1-i bağlandı, sonra yenidən dekabrın 20-sindən fevralın 1-nə qədər. Hə, mən də maraqlıdır. Bu təbiətdə baş verən hansısa bir hadisələrə görədir, yoxsa yəni ki, bu qərar verilibsə bir səbəb var. Bəli, mən sizə açığın deyim ki, tam dəqiq məlumat məndə də yoxdur. Sadəcə olaraq rəsmi çıxışlarından qeyd edildi ki, dənizin dala çəkilməyi və s. müəyyən təbiətdə dəyişikliklər baş verib o səbəbdən. Amma məncə başqa bildikləri var, çünki o əsas səbəb deyil. Yeri gəlmişkən Bakı bulvarında Səbinə çox gözəl quşlar var. Bəli, çox gözəl. Allahı tərəfdə çox ləhətindən. Elə bulvar tərəfdə də baxmayaraq insanların sıx olduğu ərazilərdir. Bu məşhur ticarət molları vardı orada. Mən o dəfə getdim, gördüm quşlar bütün səpələnirlər. Köçəri quşlar insandan hükmürlər. Bəli. Maraqlıdır. Bax, istəyərdim bu məlumatı da buradan çatdıraq tamaşaçılarımıza. Burada sayılı günlər qalıb. Təxminən 16 gün, 17 günə yaxın bir vaxtdır. Hansı ərazilərdə siz olmusunuz bu ilki ov mövsümündə? Hara getməyi tövsiyə edirsiniz ki, orada yəni əlverişli şərait var? Baxın, Azərbaycanda hal-hazırda ovçuluq təsərrüfatı, yəni fəaliyyətdə olan ovçuluq təsərrüfatları çox sayılı qədərdir. Bunlardan ən böyüyü və ən sağlamı, belə desək, Sarısu ovçuluq təsərrüfatıdır. Bu bir neçə İmişli tərəfdədir. Bəli, İmişli, Sabirabad, Saatlı ərazilərinə düşür. Yəni su bataqlı quşlar, hal-hazırda yalnız su bataqlı quşların ovu açıldı. Artıq dovşan ovu, çöl donuzu ovu bağlandı. Su bataqlı quşların ovu üçün Sarısu orada zəngindirmi? Orada zəngindir, bəli. Çünki Azərbaycanın ən böyük gölüdür, Sarısu gölü. Uzunluğu 22 kilometrdir gölün, ən böyük göldür. Amma bildiyimiz göy göl kimi deyil, qamışlıq, bataqlıq bir göldür. Və də bu da əlverişli bir şəraitdir. Ov üçün çox ideal bir yerdir, həmçinin də ov üçün də çox əlverişlidir. Çox gözəl. Bir də istəyirik sizdən soruşaq, belə ovlara adətən dostlar yığılıb gedirlər, bir neçə ovçular yığılıb gedirlər. Fərqli ov növü var da, məsələn, limitlər var burada, çöl donuzunda və s. belə axır. Bunlar öz yerində. Amma bax, bu çadırlar varsa burada, bu isti bir atmosfera varsa, burada doğmalarla, yaxınlarla bir təbiət qoynuna seyr eləməyin də bir bambaşqa ləzzəti var, mən düşünürəm. Ailə kamplarından danışsaq necə olar? Çox gözəl olar və bilirik ki, Cavid bəy özü də elə ailə ov kampına gedir öz ailəsi ilə bərabər. Ümumiyyətlə, bu ideya necə yarandı? Bu sualın cavabını kampın digər üzvlərini bax, elə yanımıza dəvət etdikdən sonra istəyirəm bərabər danışaq. Elə Cavid bəyin öz həyat yoldaşı Ayşən xanım və evladı Emil. Emil, xoş gəlmişsiniz. Salamlayırıq səni. Xoş gəlmişsiniz. Ayşən xanım, xoş gəlmişsiniz. Buyurun, zəhmət olmasa. Hə, Cavid bəy, necə oldu bu ailə ov kampı ideyası yarandı? Sizdən eşidək. Əslində bu ideya 8 il bundan öncə var idi. Hələ o vaxtda indi dünyaca məşhur olan kamping, yəni ailəvi kamp kanalları hələ yox idi. Məndə o ideya var idi. Sadəcə Ayşən xanımı heç cür razı sala bilmirdim. Səbəbini özündən sonra. Tanış situasiyadır mənə. Mənə tanış situasiyadır. Ayşən xanım, niyə ilk vaxtlarda razılaşmaq istəmədiniz? Nə idi sizin gözünüzü qorxudan, sizə çətinlik kimi görünən? Və sonra necə oldu ki, Cavid bəy, sizin bir məsəl var, onu deməyəcəm. Sizi razı saldı. Saqqızını oğurladı, qoy mən deyim. Bildəndirən rubrikasına bir material da verir. Buyurun Ayşən xanım. Sabahınız xeyir olsun bir daha. Belə deyək də, mən o qədər də təbiəti sevirəm, təbiəti sevməyinə, amma soyuqdan qaçan adamam, üşüyən adam olduğum üçün bu soyuq aylarda meşətim, belə çadırda gedib qalmaq, yəni mənlik deyildi, qətiyyən mənlik deyildi, amma zaman keçdikcə düşünürəm ki, yəqin ki, yaş öz sözünü deyir, çünki artıq istirahət deyəndə harası gedib gəzməyi falan belə istirahət edirdiksə, hal-hazırda gəzmək deyəndə artıq istəyirəm ki, gedim təbiət qoyunda sakitçilikdə dincəlim. Və bu da təsir elədi. Məncə yaş deyil, ümumiyyətlə hələ yaşdan danışmaq tezdir. Məncə həyat yoldaşınızın o xasiyyəti mi deyim, onu qoyduğu tərzi mi deyim, artıq siz də ona bir növ ayaq uydurmağa çalışırsınız. Məncə ən əsas səbəb budur. Ola bilər. Düzgün qərar vermişsiniz. Çox qeybi. Yəni artıq neçə kampda olmusunuz, onu gəlin. 3 səfərimiz olub. İnşallah sabah 4-cü səfərə yola düşürük. Sağ-salamat. Yalnız özünüz gedirsiniz Ayşən xanım, yoxsa ailə dostlar da var, onlar da qoşula bilər. Yox, bu
belə deyək də, istirahətdən əlavə həm də bir kontent olaraq biz YouTube kanalı açdıq və orada necə adlanır o? Cavadzadə ailəsi Azərbaycan dilində adlanır. Hələ ki adı ingilis dilində gedir. Cavadzadə Family Camp. Bunun da bir səbəbi var, nəyə görə ingilis dilində adını qoyduq. Çünki əfsus ki, Azərbaycanda bu günə qədər belə bir kontentdə kanallar yox idi və bizim vətəndaşlar artıq öyrəşiblər bir növ ingilis dilində axtarış etsinlər YouTube kanallarında, ingilis başlıqları. Ona görə biz müvəqqəti olaraq ingilis dilində başlıq qoyduq ki, görsünlər ki, Azərbaycanda da artıq bu var. Çox yaxşı. Həm də biraz beynəlxalq arena üçün də bu kampların ən əsas üzvü, ən böyük köməkçi, bütün işləri quran, böyük yükü üzərinə götürən bax bu şəxsdir. Söhbət Emil bəydən gedir. O sizə necə kömək edir? Necəsən Emil? Yaxşı. Xoş gəlmişsən. Xoş gördük səni Emil. Sabah kampa gedəcəksən, ov kampına gedir. Həyəcanlısan? Yox. Niyə? Çünki artıq üçüncü dəfədir. Yeni ki o da, hə? Sizinlə bərabər. Adi hal alın yəqin olsun. Ən çox səni həyəcanlandıran, bu kamplarda ən çox sənin xoşuna gələn nədir Emil? Biraz danış. Buyur. Xoşuma gələn Nə xoşuma gəlib getdiyimiz kamplarda? Getdiyin kamplarda sənin yadında nə qalıb? Maraqlı bir hadisə ola bilər və ya nə xoşuna gəlir? Ola bilsin ki, soyuğa çıxırsan, oradan o isti çadırın içinə girirsən, ana sənə bir stəkan qaynar, qəşəng isti çay verir, hə? Onun keyfini çıxarırsan, dadını çıxarırsan. Çadıra girmək istəmir zaten. İstəmir. Nə yaxşı. Sürpriz oldu, çox böyük bir qar yağdı. Emil... Hansı bölgədəydiniz? İsmaildə çox güclü qar yağdı. Emil belə də çox sevinirdi o qarı görəndə. Emil elə bir nağılın içindədir. Qartopu oynadın? Kimdən oynadın? atamla Ay, aferin sənə. Emil bura gəlməmişdən qabaq dedim ki, efirə gedirik. Dedik ki, ata, mən nə danışacağım orada? Deyirəm, səndən nə soruşdular, ona cavab ver. Biraz çəkinir. İnşallah o da düzələr. Amma çox sevindirici haldır. Bax, Emil, yəni Emilin timsalında deyək də, ailədə evladlar təbiətə çıxırsa, məncə mütləq təbiətlə təmasları burada əsasdır. İndi qar ola bilər, isti gedib çıxır, uşaqdır, ələxsus qarı çox sevir, oynayırlar. Baharda və yaxud yayda. Məsələn, o deməkdir ki, təbiətlə nə qədər təması, elə uşaqlıqdan onları alışdırsaq, bir o qədər onlara daha xoş təsir bağışlayır. Meşədə biz gəzəndə yadına gəlir yəqin ki, Emilin heyvanların ayaq izlərini mən göstərirdim. Bax, bu dovşanın izidir, bu tülkünün izidir. Hansı heyvanın izini görmüşsən? Heyvanın özünü gördüyünüz oldu? Ola bilsin kirpi olsun. İzin necə? Hansı heyvanın izin görmürsən? Özün görməmsən, yaxşı. Tülkünün. Necə idi? Necə bildin? Necə bildin, hə? atam dedi. Bəlkə itiniz imiş, papa sənə deyib, sən də elə bilmirsən. Hardan ayrı? İtin izi ilə tülkünün izinin fərqi nədir? Maraqlı neçə günlük gedirsiniz? Bax, sabahki kampa gedəcəksiniz. Bu gündən hansı tədarükləri görmüsünüz? Ümumiyyətlə, kampa getməyə, ailəsinə bərabər kampa getməyə düşünən xanımlara hansı tövsiyələriniz var? Hansı əşyalar var? Hansı ərzaqlar var ki, onları götürmək mütləqdir, vacibdir? Yəni, onlarsız olmaz. Oy, siyahı böyüdü biraz o cəhətdən. Deməli, xüsusi qablar var, belə deyək, dəst şəklində, qazandı, qab-qacaqdı, belə bir dəst şəklində hazır çamadanımız var, onu götürürük. Daha sonra şişmə yataqlardan istifadə olunur. Qalın geyim əsas məsələdir. Xüsusilə uşaqla gedirsənsə, hər kəsə bir çanta yığırıq, belə deyək, geyim cəhətdən. Ehtiyat üçün, yəni islana bilər paltarlar, belə, yəni hesablanmamış məqamlar olur ki, bəzən. Bəli, biz gedəndə qar gözlənilmirdi, amma 2 gecəlik, 2 günlük gedirik əsasən. Hələ ki 2 günlük gedirik, 1 gecə, 2 gün və sonuncu dəfə gedəndə biz o qarı gözləmirdik. Bizim üçün sürpriz oldu həqiqətən də. Apardığımız geyimlərdə bizə çox böyük kömək oldu, belə deyim. O cəhətdən, yəni özümüzlə geyim götürməyimiz məsləhətdir. Çox gözəl. Çadırın içini necə isti saxlayırsınız? Bax, dediniz ki, qar yağdı, hava soyuqdur. Tamam, bəli, çadırlar qalındır, yəni soyuğu keçirmir, amma istənilən halda, yəni ətraf soyuqdursa... Cavit, buyur. Çadır, mən sadəcə studiyaya yerləşə biləcək çadırları gətirdim, amma inşallah link göstərərəm sizdə, siz də baxarsınız, izləyərsiniz. Ailəvi kamplarımızda bu çadırlardan istifadə etmirik. Bu sırf ovda istifadə olunan çadırlardır, balıq ovunda və ya quş ovunda. Amma ailəvi kamplarda daha böyük şişmə çadır deyirlər, daha müasir çadırlardır. 12 kvadrat,
15 kvadrat metr ölçüsü var. 12-15 kvadrat. Bəli, daha böyükdür. Yetərincə böyükdür. Bəli. Böyükdür, bəli. Hündürlüyü 2 metr 20 santıdır. O Orta Asiyada yurtlar olur. Elə də bir şey. Bu daha müasir formasıdır. Əsasən odun peçindən istifadə edirik. Bacası olur da yəqin. Bəli, bəli, əlbəttə. Mütləq o təhlükəsizlik qaydaları orada. Mütləqdir. Təhlükəsizlik qaydaları mütləqdir. Biz odun peçinin alt hissəsinə, yəni döşəmə hissəsinə yanmayan parça qoyuruq, dəmir qoyuruq və s. və axır. Yəni bu mütləqdir. Odun peçi çox yaxşı isidir. Çadırın içində hətta mənfi 12 dərəcə şaxta olsa belə. Sadəcə yeganə mənfi tərəfi ondan ibarətdir ki, 1 saatdan bir, 2 saatdan bir odun peçinə odun qoymaq lazımdır. Çünki yanır, bitir və odun peçi sönən kimi, bəli, bu odunlardır. Və odun sobası sönən kimi çadırın içi artıq soyuq olur. Nə gözəl, bax odun da olur. Bəli, odun doğrayırıq. Yeri gəlmişkən biz bayaq söhbət əsnasında Emil bizə dedi ki, mən tülkü ilə itin ayaq izlərini ayırt eləyə bilirəm. Papa mənə öyrədib. Ata mənə öyrədib. İndi o necə ayırt edirsə, fərqi necə olur Emil? Tülkünün ayağı balacadır, amma itin ki yekədir. Barmaq düzülüşü necədir? Onu bayaq göstərdin, necə göstərdin? Nə onu göstərdin? Dırnaq izləri qalır, amma tülküdə qalmır. Hə, itdə caynaq izləri qalır, amma hava bunu bilmirdim. Təşəkkür edirəm Emil sənə bu dəyərli məlumat üçün. Çox sağ olun. Bir də biraz o dırnaqlar belə deyək də, heyvanı barmaqları aralananda bir-iki o qaçır. O sürətlə qaçır deyənə o artıq aralanır, bərk basır. Hə, o izlərdə o əsas məqamlardan biri budur. Bunu da Emil balamıza demiş olduq. Belə suallar. Qidalanmaya, bax sabahki kampa gedərkən Xanımlar yenə qidalanmadan hazırlamısınız. İstirahətə aparırlar bizi, amma deyirəm ki, hərdən deyinirəm, o bayaq deyirdim kadr arxası. Deyirəm, yəni istirahətə gedirəm, amma yenə məni işlədirsən orada, yemək bişir, evdə də bişir, orada da bişir. Birlikdə qərar veririk, düşünürük ki, nə olar, yəni həm vaxt baxımından tez olsun, çünki biraz soyuq olur ora mənim üçün. Tez ərsəyə gələn bir şeylər fikirləşirik. Sabah üçün hələ ki tam dəqiq qərar verməmişik. İndi sürpriz olsun. Amma ümumiyyətlə yeməklə bağlı bizim bu kontentin əsas məqsədlərindən biri nədir? Maariflənmə, təbliğat və təlim. Yəni bu üç kontenti özündə birləşdirməlidir. Təbliğat nədən ibarətdir? Biz hər dəfə fərqli, Azərbaycanın fərqli regionuna gedib təbiətini nümayiş etdiririk. Xaricilər də bizi izləyəndə həmin o təbiətlə tanış olmuş olsunlar. 2. Yalnız milli mətbəxə aid yeməklər bişiririk. Məsələn, sac bişirmişik, kebab, biti pişirmişik axırıncı çəkilişimizdə, saxsı qablarda. İndi bu dəfə də milli... O sobada, kömürün üstündə biti qablarında, saxsı qablarda bişirmişik. Yəni, bu bir növ təbliğatdır. Hər halda xanımlar bu işi daha gözəl bilirlər, nə mənada? Bəzən yola çıxanda olurmu Ayşən xanım, yarım fabrikat şəklində təamları hazırlayıb aparırsınız? Bu səfər, hələ ki 3 səfərimizdə etməmişik, nə yalan danışım, amma düşünürəm ki, lazımdır. Çünki ora gedəndə çadırı qurmaq üçün, yeri müəyyən, biraz vaxt çox o biri təam hazırlamaq üçün. Uşaqla gedəndə, yəni müəyyən yemək hazır olana qədər uşağın yəni o yeməyi üçün əsas yemək. Uşaq çox xeyirlidir. Nəyə? Evdə yoldaşım yedirdə bilmir. Bütün gün deyir ki, ac deyiləm. Amma kampda vəziyyət o yerə gəlmişdi ki, Emil gəl, mən yalvarır. Ata, yemək haçan olacaq. Uşaqlar elə yola çıxanda insan hamısında olur bu. Təbiətdən asılıdır. Yəni açıq havada gəzən uşaq üçün həmişə iştahı artıq orada biz sevinirik ki, Emil təbiətin parçasına çevrilirsiniz, ət yiyir. Bəs dostlar, olubmu ki, bax belə bir hadisə, getmişsiniz, kamp quracağınız əraziyə çatmışsınız və baxmışsınız ki, sizin üçün çox vacib olan, çox önəmli olan bir əşyanı evdə unutmuşsunuz və o anda Emil bəy deyinir və bəlkə də öz günahı ucbatından o əşya, amma Ayşən xanıma deyir ki, bax, yenə də bu əşyanı unutmuşsan. Yaşandı belə bir hal? Birinci kampımızda... Mən xud əksinə, o unudub, atır onu. Əslində siyahı var. Mən artıq öyrəşmişəm illər boyu ova getdiyimə görə. Qeydiyyat aparırsınız. Bəli, heç nəyi unutmamaq lazımdır. Amma ilk kampımızda biz bütün ləvazimatları böyük çadıra nəzərən götürmüşük və orada gedirəm 12 kvadratlıq bir çadır olmalıdır. Orada gedib çatıram, çadırı açıram, baxıram ki, bu 7 kvadratlıq çadırdır, 12 kvadratlıqla səhv salmışam.
yəni böyük çadır yerinə kiçik çadırı gətirmişəm. Neyinirsiniz, siz bayırda yatırsınız? Artıq yox, yatmağı içəridə yatırıq, amma mətbəx ləvazimatları artıq bayırda qaldı. Bəli, artıq Amma bayırda istənilən halda siz elə mən düşünürəm bu illərdir bu sahədəsiz və bu işə həyatınızı vermisiniz. İstənilən halda təbiət varsa, istənilən halda siz o çıxış yolunu tapacaqsınız. Mütləq ki, lazımdır. Ona hazır olmaq lazımdır. Hazır olmaq lazımdır. Həm psixoloji tərəfdən siz buna hazırsınız, həm də əlinizin altında yox Ayşən xanım. Nə varsa, bax görürsünüz söhbətimin əvvəlində dediyim kimi artıq neçə ildir bərabərsiniz, Allah sizə xoşbəxt eləsin və siz artıq ona başlamışsınız uyğunlaşmağa, onun həyat tərzinə. Çox şükür. Yəni arxayınam ki, üzr istəyirəm. Arxayınam ki, artıq nəsə baş versə, hə, Cavid həll edəcək də, Cavid özü bilir. Yəni üçüncü axırıncı səfərimizdə deyir ki, artıq başlamışsa mənə kömək etmək. Çünki ilk dəfə gedəndə, yəni güclə yola gətirmişdi də, getmişəm, əlimə heç nəyə vurmurdum ki, bu mənlik deyil, istəmirəm, mən onu etmirəm, bunu etmirəm, soyuqdur mənə. Amma üçüncü artıq səfərdə keçdi içəri ki, bu bayırı yığarkən, yığışanda da biraz vaxt çox aparır. O girdi ki, artıq mən mətbəxi sökmüşəm, şkafı falan yığıram, deyir, yox, öyrənirsən yavaş. Əsas odur ki, belə doğmalarla, yaxınlarla daha çox zaman keçirmək, sosial şəbəkələrdən uzaq olaraq təbiətin o qoynunda quşların pıçıltısını, heyvanların uğultusunu, çayların səsini eşitmək üçün geniş böyük imkanlar olur və digər bir məqam da önəmli məqamlardan biri odur ki, ovçuluğun əsas xüsusiyyətlərini, doğru ovçuluq necə olmalıdır? Cavid bəy və onun ailəsi bunu aşılayır böyük tamaşaçı kütləsinə. Sağ olsun. Təşəkkür edirik Cavid bəy. Minnətdarıq sizə. Sabahki səfərinizdə də sizə uğurlar arzulayırıq. Sağ-salamat gedin, gəlin və bol təəssüratlarla sizi gözləyirik. İnşallah. Kanalımızın da daha geniş miqyasda Azərbaycanın təbiətini, Azərbaycan mətbəxini, Azərbaycan ailələrinin o dəyərlərini olduğu kimi elə bütün dünyaya çatdırırsınızsa sizə bu işdə bol-bol uğurlar, nailiyyətlər səhər çağı da sizin yanınızdadır. Təşəkkür.